Salam, axşamınız xeyir olsun. Gün Astovaya baxırsınız. Studiyada Aynur Zahid əvvəlcə əsas xəbər başlıqlarına qısa. Öldürülən ali liderin adının veriləcəyi uyğun məkan tapa bilməyib. İndi isə daha ətraflı. Hazırda Urmiya gölündə mövcud olan su miqdarı 3 milyard 140 milyon kubmetrdir. Bunu Urmiya gölünün bərpası üzrə Milli İşçi Qrupunun katibi Rıza Rəhmani deyib. O, bu miqdarın ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 7 dəfə çox olduğunu bildirib. Ötən ay göldə su miqdarı 4 milyard 200 milyon kubmetr olsa da, temperaturun yüksəlməsi ilə eyni vaxtda bu tədricən buxarlanmağa və azalmağa başlayıb. Bundan əvvəl isə ekoloqlar bunu proqnozlaşdırıb və yay aylarında göldəki suyun miqdarının təxminən 2 milyard kubmetrə qədər azalacağını bildiriblər. Qeyd edək ki, Urmiya gölünün maksimum ekoloji su tutumu təxminən 30-32 milyard kubmetr, sahəsi isə təxminən 5000-6000 kvadrat kilometr olub. Davam edirik. Gilan əyalətinin Ənsəli şəhərində 9 sosial media fəalı həbs edilib. Bu haqda İran televiziyası Ənsəli polis idarəsinə istinadən məlumat yayıb. Onların kiberməkanda yalan məlumat yaymaq və ictimai rəyi çaşdırmaqda ittiham olunduqları bildirilib. 30-40 yaş arası olduqları bildirilən fəalların kimliyi və harda saxlanıldıqları barədə əlavə məlumat verilməyib. Azərbaycan Milli Hərəkatının fəalı və evin həbsxanasında saxlanan siyasi məhbus Ayaz Sevxax 12 günlük müharibə zamanı sol qulağından ağır xəsarət alıb. Məlumatlara görə hazırda onun sol qulağı eşitmə qabiliyyətini tamamilə itirib. Bildirilir ki, Ayaz Sevxaxın sol qulaq pərdəsi evin həbsxanasına raket hücumu zamanı zədələnib. Həbsxana həkimləri müayinədən sonra onun həbsxanadan kənarda xəstəxanada müalicə almasına ehtiyac olduğunu bildirərək xəstəxanaya göndərilməsi üçün müraciət ediblər. Lakin həbsxana rəhbərliyi büdcənin olmadığını əsas gətirərək onun xəstəxanaya göndərilməsinə mane olur. Ayaz Sevxax 2024-cü ilin fevralında ədalətli məhkəmə araşdırmasının əsas prinsiplərinə əməl edilmədən həbs olunub. O, 2024-cü ilin oktyabrında hakim Əbülqasım Salavatinin sədrliyi ilə Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsi tərəfindən 14 il müddətinə azadlıqdan məhrum edilib. Bu hökm apellyasiya məhkəməsində də təsdiqlənib. İran Telekommunikasiya şirkətinin Həmədan şəhərindəki təqaüdçüləri yenidən ənənəvi həftəlik etiraz eyləmi keçiriblər. Bu barədə Azad İşçilər Birliyi məlumat yayıb. Təqaüdçülər pensiyalarının artırılmamasına, vaxtında ödənilməməsinə və qanunla nəzərdə tutulmuş başqa haqlarının pozulmasına etirazlarını bildiriblər. Onlar həmçinin əmək haqqının tənzimlənməsinin 3-cü mərhələsinin həyata keçirilməsini, 89.24 sayılı məşğulluq qaydalarının tətbiqini, ərzaq müavinətinin yenilənməsini və əlavə sığorta problemlərinin həllini istəyiblər. Qeyd edək ki, təqaüdçülərin etiraz eyləmi tələbləri təmin olunmadığına görə 3 ildən çoxdur ki, hər həftə keçirilir. Tehran və Bəhbəhan şəhərlərində daha 2 iaşə obyektinin fəaliyyəti qadağan edilib. Bu haqda şəhərlərin polis idarələri məlumat yayıb. Məlumata görə Tehranda restoran, Bəhbəhanda isə əl işləri obyekti bağlanıb. İaşə obyektlərinin fəaliyyətinin əxlaqsız materialların dərc edilməsi ittihamına görə qadağan edildiyi bildirilib. Qeyd edək ki, son həftələr İranın müxtəlif bölgələrində qeyd olunan ittiham və məcburi hicab qaydalarının pozulması ittihamına görə 100-dən çox iaşə obyektinin fəaliyyət icazəsi ləğv edilib. Onlarla nəfərə qarşı cinayət işi açılıb. Tehran prokurorluğu Azad internet proqramının direktoru və aparıcısı Mehdi Əhmədinin media fəaliyyətini qadağan edib. Bu haqda jurnalistin özü məlumat yayıb. Mən Mehdi Əhmədi göndərilən çağırış bildirişindən sonra avqustun 15 və 16-sında ittihamlarla tanış olmaq üçün prokurorluğa getdim. Yalan yaymaq ittihamı ilə barəmdə cəza tədbiri görülsə də, məhkəmə orqanının qərarına əsasən girov müqabilində azadlığa buraxıldım. Ancaq növbəti qərara qədər Azad media orqanında hər hansı müsahibə dərc etmək barədə qadağa tətbiq edildi deyə o sosial media hesabında bildirib. İran məhkəməsinin saytı olan Mizan isə proqramın hazırlanmasında və yayımında rolu olan şəxslərə qarşı cinayət işinin açıldığını yazıb və onların çoxsaylı media pozuntularına yol verdiklərini iddia edib. Qeyd edək ki, yayımına qadağa qoyulan proqramda İranın hazırki siyasi-ictimai vəziyyəti müzakirə olunub və hakimiyyətin siyasətləri tənqid edilib. İranın keçmiş ali lideri Əli Xamneyinin ölümündən sonra bütün məktəb dərsliklərinə dəyişiklik etmək mümkün olmayıb.
İranın Təhsil Araşdırmaları və Planlaşdırma Təşkilatının rəhbəri Əli Lətifi bildirib ki, bu tədris ili üçün təxminən 163 milyon dərslik çap edilməli olub. O deyib ki, Əli Xamneyinin ABŞ və İsrailin həyata keçirdiyi zərbələr nəticəsində öldürülməsindən əvvəl hazırlanaraq çap edilmiş dərslikləri məhv edib, yenidən çap etmək həm tələb olunan kağızın miqdarına, həm də vaxt məhdudiyyətlərinə görə mümkün olmayıb. İran liderlərinin məktəblərdə və dərsliklərdəki şəkilləri 2022-ci ildə ölkə üzrə keçirilən etirazlardan sonra şagirdlərin etirazlarının əsas hədəflərindən birinə çevrilmişdi. Həmin dövrdə şagirdlər Əli Xamneyi və İslam Respublikasının qurucusu Ruhullah Xomeyninin şəkillərini dərsliklərdən cıraraq çıxarır, həmçinin onların portretlərini sinif otaqlarının divarlarından götürürdülər. Tehran rəsmiləri paytaxtda keçmiş ali lider Əli Xamneyinin adının veriləcəyi uyğun məkan tapa bilməyib. Bu haqda Şəhər Şurasının sədri bildirib. Təəssüf ki, mərhum liderin adının veriləcəyi uyğun bir məkan hələ də tapa bilməmişik deyə Mehdi Çamran deyib. O bildirib ki, təkliflər arasında Mehrabad Hava Limanı və Vilayət Parkı da var. Bundan başqa digər küçə və ictimai məkanların adının dəyişdirilməsi də nəzərdən keçirilir. İqtisadiyyat xəbəri ilə davam edirik. Bugün İranın azad bazarında hər bir ABŞ dollarının dəyəri 186.800 tümən olub. Bu barədə Tehran azad bazarındakı mənbələr məlumat yayıb. Bununla yanaşı 1 avronun qiyməti 216.190 tümənə, hər bir Azərbaycan manatının məzənnəsi isə 110.070 tümənə çatıb. Belə hörmətli tamaşaçılar, bu saata çatdıracağım əsas xəbərlər bunlar idi. Görüşmək ümidi ilə salamat qalın.